Salam dəyərli YouTube izləyicilərimiz. Bugün sizə yenə də tam hazır girib yaşaya biləcəyiniz, sənədləri isə həm evin, həm də torpağın qurtçası olan belə bir gözəl həyət evimizi təqdim edəcəm inşallah. Sona qədər izləyin ki, videomuzu bütün məlumatlarından xəbərdar olasınız. Tam hazır qeyd etdim, çünki evin içində mətbəx mebeli var, sanitar qovşağın aksesuarları var, hətta duş kabinasına qədər hamısı yığılıb. Kombisinin aparatı, radiatorları, otaqlarda pərdələr, lüstrlər hamısı alınıb. Bu ev alan zaman evlə bağlı demək olar ki, əlavə bir xərciniz çıxmayacaq. Qiymət də həqiqətən münasib qiymətlə satışa çıxıb. Evimizin yerləşmə yeri Sabunçu rayonu Savalan yaşayış massividir. Hər tərəfi yaşayış olan yerdə yola, məktəbə, böyük marketlərə, bütün mərkəzi yerə yaxın məsafədə yerləşir. Ümumilikdə 1,7 sotdur. Yerdən 7 daş kürsüdə tikilib. Həyəti görürsünüz. Həyət tamit daşlarla döşənilib. Sağ tərəfdə belə bir gözəl manqalxanamız yerləşir. Evin padvalına girişi var. Padvaldan keçid edib otaqların hər birinin alt hissəsini gəzə bilirsiniz. Çardağına da girişi qapısının üzərindən yerləşdirilib. İndi isə keçək evin içi ilə sizi tanış edim. Evimizin ümumi sahəsi 90 kvadrat metrdir. 2 yataq otağından ibarətdir və mətbəxi ilə qonaq otağı birlikdədir. Yəni kuxna studio şəklində dizayn olunub. 3 otaq kimi də qeyd edə bilərik, 2 otaq kimi də qeyd edə bilərik, ancaq mətbəxi ilə qonaq otağı böyükdür. Dəhlizə daxil olduqda solda gəlir kuxna studiomuz. Buradan kombinin radiatorlarını sizə göstərim. Hamısı qoyulub hazırdır. Pəncərələr yerdən olan geniş şəbəkə pəncərələr. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının hər biri qoyulub. Evin tikintisi zamanı ən yüksək və keyfiyyətli materiallardan istifadə olunub. Evimizin qiyməti 78 min manatdan satışa çıxıb. Real alıcılarımız olarsa, üstəlik də bizim səhifədən gələn müştərilərimizə evin sahibi tərəfindən xüsusi bir endirimdə var. Bu da ən sonuncu yataq otağı. Videomuz da artıq bitmək üzrədir. Qiyməti də qeyd elədim, 78 min manat. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.